Bəzən insan şəhərin stresi və tələsik həyat ritmindən uzaqlaşıb, rahat, arxayın bir məkanda yaşamının real ritmini duymaq, özü olmaq istəyir. Təmiz havanın, dağların səssizliyinin və meşənin sakit pıçıltısının içində. Qubanın səfalı güşələrindən birində yerləşən Cənnət Bağı istirahət mərkəzi qonaqlarını məhz belə qarşılayır. Şimal bölgəsində yaradılan ilk ailəvi istirahət məkanlarından biri olan Cənnət Bağı illər keçdikcə sadəcə bir istirahət ünvanı deyil, həm də müxtəlif turizm növlərini bir araya gətirən mərkəz kimi də tanınmağa başlayıb. Burada insan həm özünü təbiətin saflığı və gözəlliyi içində, həm də şəhər komfortu ilə çevrələnmiş fiziki və duyğusal rahatlıqda hiss edir. Dağ-meşə turizminin cazibəsi, ekoturizmin təmiz nəfəsi və otel komfortu eyni məkanda birləşərək qonaqlara fərqli bir istirahət mühiti yaradır. Bayram günləri yaxınlaşdıqcasa bura üz tutanların sayı daha da artır. Ramazan və Novruz ərəfəsində Cənnət Bağı istirahət mərkəzi qonaqlar üçün münasib qiymətlərə xidmət göstərir. İstirahət mərkəzinin meneceri Cavid İbrahimov da deyir ki, əsas məqsədləri hər kəsin burada rahat istirahət edə bilməsi, istirahətlərindən razı qalmasıdır. Ramazan bayramı münasibəti ilə və Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik edirəm. 2 nəfərlik standart nömrələrimiz 90 və 120 manatdan başlayır. Deluxe nömrələrimiz var, bir yatağı, bir qonaq otağı, 2 nəfər üçün 130 manat. Əlavə çarpayı da 25 manatdan başlayır. Digər istirahət yerlərindən sizin üstünlüyünüz nədədir? Yəni bu bayram günlərində sizi seçənləri nə ilə sevindirəcəksiniz? Bayram günləri canlı musiqi, DJ, tonqal olacaq, keçal kösa. Bizim yerləşməyimiz də otel olaraq meşə ətəyi, çay kənarıdır, təmiz havası bizim qonaqlarımızın ən gözəl hissələrindən biridir. Burada istirahət isə yalnız təmiz hava və gözəl mənzərə ilə bitmir. İstirahət mərkəzinin restoranında qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunur. Burada aşbazların hazırladığı Cənnət Bağı salatı və Cənnət kababı qonaqların ən çox seçdiyi yeməklər sırasındadır. Təbiətin qoynunda sakit və huzurlu bir gün yaşamaq, xoş anlarını ailəsi ilə birgə keçirmək və şəhərdən uzaqda dincəlmək istəyənlər üçün Qubada belə bir məkan var. Adı kimi Cənnət Bağı. Xanım Xatun Say Məmmədli, Çingiz Qədimli, Qafqaz TV üçün.